Ölkənin qocaman ustad aşığı Aşıq Fəthullah buyursun. Güneş tək aləmə bir işıq saçdın, söz sərrafı göhər kani ələskər. Təmiz aç saxlardın, elləri dolandın, gəzə-gəzə hər bir yanı ələskər. Böyük sənətkarsən nizami kimi, Füzuli, Firdovsi ocamı kimi, Didadi, Vacib, Nəsimi kimi çox yaratdın sən dastanı ələskər. Adını eylədin yaxşı gölkənin, uzaqdı dağlardan başı gölkənin, sevinir torpağı daşı gölkənin, şad eylədin sən bəhman ələskər. Xanım ürəksiz getmiş, dedi bayaq ki, ələskər çəbiləcək, mən ürəksiz getdiyimi görüm, deyirlər, bax, qaçırdı.
İştirakçıları, hamınızı hoş gördük. Doğrudan da bugün hamımızın sevindiğimiz bir gündür. Göyçəmizin fəxri olan, Göyçəli Fəthullah adına layiq olan, vaxtilə Göyçə bülbülü alan Fəthullah Əliyevin əməkdar mədəniyyət itkisi aldığı gündür bugün. Onun təbrikinə yığılmışıq. Hər biriniz xoş gəlibsiniz. Hamımız da ürəkdən Fəthullah Əliyevə deyək ki, Allah mübarək eləsin. Gün o gün olsun səni əməkdə necə sənət qadını görəlim. Yeri, göyü bir qətrədən xəlq edən, ömür boyu urzamızı kəsməsin. Cana sağlıq versin, könla xoşluq əlimizdən bərəkətini kəsməsin. Dağları tamarzı qoymasın qara, günü gündən çataq dövlətə, vara, mehribanlıq versin cəm insanlara, könlümüzdən məhəbbətini kəsməsin. Heç kim inciməsin sənin dilindən, ayrılmasın ulusundan, elindən, qeyb xəzinəsindən, kərəm əlindən, sührəmizdən naz neymətini kəsməsin. Ucalır göylərə vəlinin ünü, dostlar irahına sürtür üzünü, köməyimizdə olsun qiyamət gün üstümüzdən şəfaqətini kəsməsin. Bir olan Allah hamımızı öz pənahında saxlasın. Təklif olmayı bana bir məclisə varanda, doğru söylə ixtilatı düşəndən, aşıq deyər düşəndən, iş olanda düşəndə, başar yaxşılıq eylən elə fırsat düşəndə, elə yalan sözdən fayda gəlməz insana, şəhiyəlləri fərrələtini düşəndə, fayda gelmez insana, çekirerler yeterleretin şöyle. Teklif olup bir meclise varanda, doğru söyle ihtilatı düşende, aşır yer düşende, iş olanda düşende, başar yaxşılığı eyle. Əla fırsat düşəndə, yalan sözdən fayda gəlməz insana, çəkirərlər xəcaləti düşəndə. Nanəciblər yaxşılığı nə qanı, səxavəti, mərifəti nə qanı, aşıq deyər nə qanı, nə anlayan nə qanı, bir dərdikin haq verər, təbib olunan nə qanı, müxənnətlər yaxşılığı nə qanı, inkar eylər ixtilatı düşəndə. Arkana bel bağla, arka olmaz yadını. Eləməsin qoyum səndən olmaz yadını. Ana resim çəkər bir fırsatını düşəndə. Anası qohum elə səndən olmaz yadını. Məzlum Kamal, olma eldən yad indi. Pünhan gülər sana yad indi. Aşıq deyər yad indi, olma eldən yad indi. Öz arkana bel bağla, arka olmaz yad indi. Əsl qohum səndən olmaz yad indi. Təsir çəkər, bir fırsatı düşəndə.
kurban olum. Qanat çalan qartalının yuvasına qurban olum. Səndə dəmli gəzənlərin, sona kimi süzənlərin, gül çiçəyin üzənlərin cəfasına qurban olum. Dərə təpə yaylağının, şair çəmən çaylağının, Şahmaliya moylarının havasına qurban olum. Danışığa baxdın sən? Göydən yerə əmr olundu, yendi Quran demirəm mi? Biri İncil, biri Tövrat, biri Zambur demirəm mi? Məhəmməd bırakım indi, gözəl məsəf, gözəl dindi. Göydə gəzən ayla gündü, Cəbraildir demirəm mi?
Ettiyle sahibi adama zöhr olunu demirəm. Ay sen de benim gibi yaşatma. Hıçıltıda cama şuna koyuyor. Nurlarına bala kadan ağlamay dede kadan Ay günde bize sahar Ay la lay la lay la lay Ben mətbaanı eləcə sazda çalarsan. Mehmet Bağrı olsa Osmanlı gelir. Borçalı hava. Hər Yüksek Mehmet Bağrı. Kadayı diyor. Osmanlı 45 hava adını yanlış. Var ola bir ana əllər ki, sən gələcəkdə ölkələr, ellər bunların adını yaşadan, hamısını bir yerə toplayar. Hamısına rəhbərlik edir. Bir inzibatçı, bir şəxsən, bir hassaslar kimi, ölkəni ölçəkir, özünü qurban olur. Bu sana simvolik olaraq həmin sana hədiyyə edir. Həm bunu çal, Göyçəni yaşar, sən Göyçənin dağları kimi başın uzun olsun. Sağ olun. Həm də ki, Göyçədə hansı xəlis məqamlar var ki, varsa mən bilək ki, sən onu yaşadacaqsan. Öz taylarının, düşlərinin, dostlarının ətrafında hər kənddə fəxrin dərdi yoxdur. Nərmanlı olsun, yaş-başqa fəxrin. Hansı kəndlər olsa Göyçəli, onu sən başlayır. Onları sən başlayır, onları istiqamətə sən yönədir. Ona görə səni təbrik edirəm. Gəlsən özünü. Sağ ol. Aha. Arz edirəm ki, unut doğruluq, ölçəli ki. Yok, o dedi ki sen bu sazlık yerine söyleyeyim. Ben de söyleyeyim. Tabii ya. Tamam, tekrar böyle çeşitleri. Ele bülbül çeker duman, ay bala gül gehri, bülbül gehri, gül çeker İstəyirəm gedəm Diyarbakır, kolum öz elindən al çəkə bilməz. Bülbül
çəkər qızıl gülün qəhrini, bülbülün qəhrini gül çəkə bilməz. Sağ ol, yaxın. Yaxın ikən uzaq düşün olmana, yağı çıxıb qohum qardaş el mana. Tələh yerib dərdi qəmi olmağa, yükləsən bir qəflətin çəkə bilməz. Elə dost olan dost olan ay baba gedərlər. Dost olmayan geldi yavaş gedərlər. Dost olan dostuna dağda gedərlər. Dost olmayan gen ziyada gedərlər. Çox əlləşib ömrü bada verələr. Abdullah bu işə qol çəkə bilməz. Sağ ol, Allah rəhmət eylesin. Köyler yadından çıkıp da. Naz etmə bizlərə yamansı sənə. Naz etmə bizlərə yamansı sənə. Yerlərə Eller açan dayanlan çiçeği. Eller açan dayanlan çiçeği. Armut koymayın. Naz etmə bizlərə, ana azlı sənəm, sən bizim yerlərə yaz olanda gəl. Güneylər açanda əlvan çiçəyə, qarı qız oylarda olanda gəl. Elə gəl, dağlara bürkü düşməmiş, göy otun üstündən şey süzülməmiş, ocaq səngiməmiş, kavaq pişməmiş, qədəklər süzül yüz olanda gəl. Kuşundan əlbədi geçər baharlar,
Yəhya sayağı sinəndə bir qatar söz olacaq. Elə mən Gecə nəvədir istəyirəm hamımıza. Kənddə kənd cəmaatı içində ən çox öyrəşən adam bəydir. Belə kənddə qəzə satma gəndə bu məni yaxınlaşdırır. İndi budur ki, bugünkü gündə bizim kəndin həyatında və Göyçə həyatında xüsusi bir gündür. Bu mənada ki, öz səsinlə, öz sənətinlə, böyüklüyünlə, əzəmətinlə, sənətdə tapdığı şöhrətlə ad çıxartmış, ad eləmiş, ad qazanmış Göyçəli Aşıq Fətullahın başına böyük yığılmışıq. Niyə? Aşıq Fətullah Göyçədə də, burada da birimiz çağırdıq, vaxtında gəldi, birimiz çağırdıq, başqa yerdə oldu, gələ bilmədi. Amma hamımızın hər vaxtı Fətullahın böyüklüyünə, onun sənətinin böyüklüyünə ehtiyacımız oldu. Çünki Göyçəli qanımızı yerində tərpədən, yerində oynadan, yerində fırtına fərmasına salan Fətullahın səsi çox böyük bir amil olur, bax o qanın oynamağında. Aşıq Fətullahın da bu günlərin iki gündə sinəsində atılan ki, bu medalı var, bu əməkdar mədəniyyət işçisi medalıdır. Hamımız yığılmışıq onu təbrik eləməyə. Bu iş elə belə başa gəlməyibdir. Və mən çox şadam ki, Allah Taala var eləsin. Deyəcəm bu sözü, Mərrəm müəllim canı sağ olsun. Qoy buradan deyib biləsiniz. Qədirə Paşayevin canı sağ olsun. Və Respublika Prezidenti İlham Əliyevin canı sağ olsun. Çünki Fətullahın sinəsindən asılan, prezidentin imzasıyla yazılmış, vəsiqəsindən verilmiş bir bugünkü gündə bu təbrik hədiyyəsi, bu bizim hamımıza və Göyçəlinin sənətini göstərən bir münasibətdir. Bugünkü yığıncağımızın mənası, mahiyyəti burada bundan ibarətdir. Hamımız Aşıq Fətullahı təbrik eləmək üçün onu bir alqışlayaq bir də. Allah sənin o medalını mübarək eləsin. Allah Taala elə eləsin ki, o əməkdar mədəniyyət xadimi adını sən alasan. Çünki Göyçəlinin o sazı, o sənəti ən böyük yüksək dərəcəyə çıxartmağında xüsusi rolu var. Onda sənin Göyçə Aşıq sənətində Fətulla, sənin böyük bir əməyi var qazanalım sən. Bu elin hər bir sana ihtiyacı olur. Bax, bugünkü gündə çətin zamanadır. Gəlin, etiraf edək də. Hərənin min dənə bir şey, min dənə dərdim yox. Amma bu zaman sənin işinə yığılışırsa, sənin başına yığılışırsa, demək ki, bu cəmatın sənin bu cəmata böyük ehtiyacı var. Allah bu ehtiyacı əlimizdən olmasın. Xudabandan əmələsin, pis günümüz böyle olsun. Allah eləsin, bax, musiqili, sazlı, sözlü sıfalar bizi birləşdirsin Xudabandan. Elimizə, ovamıza, Azərbaycanımıza, bax, bu gözəl vətənə Xudaya və anlarına öz əzəmətinə xatir həmişə şad günlər qismət eləsin. Qazancımız çox olsun, cibimiz bərəkətli olsun, o da alın, xeyirdə və şadlıqlarda xərcləyin hər şeyinizi. İndi su gələn vaxtlar bir də gəlirdi. Elə bu məqamda Göyçənin Nərmanlı kəndində adı Göyçədir. Bax, bu Göyçə gözəlin adı Göyçədir. Bütün varlığında, almışlayasın. Mən millət qardaşımdan xahiş elədim ki, bugünkü gündə bu balamız burada olmalıdır. O da sağ olsun, xahişimizi yerinə yetirir. Adın Göyçə qoyubdur, özü Göyçə ilə nəfəs alır. Eşirirsiniz, həm də ki, Allah qoysa, sənətlə qulaq asırlar, biləcəksiniz ki, Göyçəliyin elə yaşanması nə deməkdir. Səni də üzüm ağ olsun, atana, anana, valideynlərinə, dostuna, ətrafına göstərdiyin münasibətə görürsən, Allah sənə üzüm verir. Və bu axar olsun. Bu bir təbliğatçı səndən sonraki uşaqlarda bu sözə verilənsin, sözə verilənsin, birliyə vətənə verilənsin. Meydan sənindir qədər olur. Daşşə səndən bir yol aşır Göyçəyə. Gözəl Göyçəm göl yerində dururmu?
yanlış bir fiyatla verirsə, mesela Allah yerdə bir sanmışdır. Ay cavanlar, qadanız hanım, hamı desin ki, siz də mənim yaşıma qədər gəlin çatın. Fəxr edirəm sizlə, Allah köməyiniz olsun. Böyük ürəyi işini yerə biləm Nərmanlılar. Fəthullah bizim fəxrimizdir. Cavan vaxtının bunun boynunun dalında oxudurdum, qaqqılırdı, elə bilirdin poyuz gedir. İndi bugün bunun məclisinə yığışmışsınız. Allah canınızı sağ eləsin, var olun. Həmişə bir-birinizə mehriban olun, ilahi eləsin ki, nə qədər təzad keçsə, Nərmanlılığınız danmayın. Təəssüfdir. Fəthullahın qoy o midalı mübarək olsun. Bunu təşkil eləyənlərin də canı sağ olsun. Hamınıza can sağlığı arz edirəm. Hamınıza ürəkdən qəlbən, elə bil ki, hamınızı keçmişi, valideyni hamı ilə görüşdüm. Sağ olun. Sağ ol abi. Vallahi mən yaman körəlmişəm. Elə hamımız öyrəndik. Aşıqlıqda yoxdur qədir qiyməti. Bunu bilir el başına dolarım. Ay Fəthullah. Yavaş ayağa qoy nəfəs alsın. Belki köyden katlar yapmıyorsun. Dolarlar ləli göhər döşülür. Kəlmələri başına dolarım. Məclislərin zinəti Zəngfətullah, Koroğlunun qeyrəti Zəngfətullah, Göyşənli şöhrəti Zəngfətullah, bilmirsənsə bir başına dolarım. Kəlmələri, ürəkləri məst edir, çırtıqları telli sazı səslənir. Şahmalı da həsrətindən səslənir, bir deyir ki, çal başına dolarım. Billər. Mən qocalığa görə körəlməmişəm. Sizi görmüşəm. Vallahi, nədir? Həkimimiz var, Koroğlumuz var, polisimiz var, alimimiz var, akademikimiz var. Bax, buna görə körəlirəm ki, doğrudan bizim ana vətən Nərmanlıdır. Tarimiz var. Rəhmani qabağına bir adam köp salamırdı. Yüzkümüz var, Şahmalımız var. Yani bizim torpaq, bizim kənd xalı kənd deyil. Bütün kəndlərdən seçilir. Demişəm hər yerdə, bütün kəndlərdən seçilən kənddir. Cəhd eləmək şahına şeydir bir vaxtın yar olmasa. Dost-dostundan yüz döndərər bir etibar olmasa. Külək tərlan oğlağında tez tapar işlərini, qara şükər götürər daha işləri olmasa. Mənim çoxdur söz sinəmdə yeri gəlsə deyənəm. Qanmazla kim yoxdur, qanana başayanəm. Nə ötkünəm, nə yetkinəm, nə də kalam deyənəm. Bağman kimin qan tökərəm, bağımda bar olmaz. Nərmanlı şair Bəhman Göyşədir elimdən. Açılıb doğru yola, öyrənib dilim mənim. Of, can dostlarımla üzülü verin mənim. Mərd nəmərdə mürtəd olar, əlində var olmasa. Xudavənd aləm, qazancı qızı, uşaqlarımızı, balalarımızı. Mən gün elə bir təzə doğulmuşam. O gördüyümüz çoxumuz göldə quru gilasın elə bir təzədə çıxmışam. Siz doğrudan da sizi belə görür. Mən vallahi eləsi daha sözüm yoxdur. Mən adı alanda and olsun Allah'a, Həzrət Abbas haqqı o çörək 2 gecə yatanmadım. 2 gecə o qədər zəhd gəldi ki, dedim ayağı, çox şükür ilahi sənə. Öz kəndimiz buna görə söylürdü ki, döşədə hələ belə bir ad heç bir sənətkara verilməyir. Gənə Nərmanlıdan düşdü bu ad. Gənə Nərmanlıya düşmədi. Gənə Nərmanlı həkimimiz oldu.
akademimiz oldu, polisimiz oldu, koronumuz oldu, her şeyimiz oldu. Aşığımız da bu ada layık görüldü. Nərmanlıdan hər bir savadlı çıxır. Hər bir savadlı çıxır. Dəfələr mi? Hani mahoylardan saz bağlayan dünya şöhrəti. Mahoydan da saz bağlayan çıxardı. Bak ha. Bak. Bizim Sultan Əli Mamoğlu'nun bir Urfan adlı oğlu var. And olsun Allah sazı əla çalır. Kardeş bir şiir yazın. O Skanendeler Aşklar Parkı'nın edinde cəmhasızlığı başına deyirəm, aya mahoydan saz çalan, mahoydan şiirdən, ay tola mən eşitdim. Bu hardan çıxıb bunlar nətər şiir? İndi bizim İrizvan Gülüya səs salıbdır. Deməli bizə Nərmanıda bu yox, bu da əmələ gəlib də görürsünüz. Allah bu dünyada bir adamsın. Dünyadan gelsin adettir. İnsanlara gel kul dostlarlar. İnsanlara gel kul Bu dünyada bir adətdir insanlara pul dostular. Kimin olsa vəzifəsi yəqin onun bol dostular. Kimininki yaltaqlıqdır, kimininki hər vaxtlıqdır. Kimininki bəzbaxlıqdır, bəzbaxlarla yol dostular. Sürüşə düşsə canavar, canavarla kol dostular. Arif dediğin olur, canavar kola kaçırıyor. Hadi.
Bəhman. Deseler ki bu Bəhman Melkam'ı bir dostlar. Allah həmişə sizi dostluğunu versin. Bəhman'a da ruhu şad olsun. Allah rahmet eylesin. Bir de gördüm ki telefonla tanıştık. Bizim hürmetli akademik Nuri Yusufoğlu zəngilədi ki, Fəthullah haqqında bir dənə açmaq bir yaz yazmaq lazımdır. Təklif edirəm ki, bir yazdıq da bir yazıq. Qəzetdə də çıxdı, yaxşı olsun. Təbrik oldular həmin məqamda da. Bir neçə bundan qabaq bu məsələlər ki, ortaya gəldi, bugün təsadüf oldu ki, bugün bunu təşkil edək. Sən bəyəklərim axal olur, aşıqlatırlar. Onu çox gözəl qeyd edərdiniz. Hər şey Allah Taala bizim kəndə o potensialı verib. Çünki kəndin özündə həqiqətən də indi müəyyən şeyləri bəyənsək də, bəyənməsək də, amma kökündə bir halallıq, bir-birinin haqqını qorumaq vardır. Mən kəndin çox işlərini həmişə işlənib, bildim də nə var, nə yox. Hamının xəbərini mən onlara baxardım, mən bilirdim ortada nə var. İndi o vaxtdan xeyli vaxt çıxdı. Amma bu kəndin kökündə bir möhkəm bağlılıq, bir halallıq təəssüf var. Allah'a şükür ki, bu yöndə var. Əvvəlki məclislərimizdən fərqli olaraq, bu kəndin də həmişə Nərimanların hamısı bizimdir. Nə qədər sinəndən uzaqda gəzsəm, xəyalım həmişə səmanda süzər. Sana ürəyimin paytaxtı desəm, nə Təbrizin deyər, nə başı küsər. Sütyadan şirindir hər dadın, duzun, acı yan yoğuşanın da bal şəkər imiş. Əlimi dağıdan cızan kol-kosun, otun qanqalın da qan çəkər imiş. Bir zamanlar uşaq idim, əmm idi, dayım idi, xalamım idi, mamam idi kəndimizin adamları. Başımıza bir iş gəlsə, yanımızdan bir yer tutsa, başımıza dönər idi, halımıza yanan idi kəndimizin adamları. Deyirəm ki, o torpaqda itib qalan izinizə qurban olun. Yaxşınızın dadı baldır, pisinizə qurban olun kəndinizin adamları. İndi bu kəndin içindən hər bir hündürlük çıxmışdır. Hər şeydə vardı, yenə də var Allaha çox şükür. Dünya cərrahiyyəsində, dünya səhiyyəsində, dünya tibbində sözünü demiş, fəxr elədiyimiz bir dənə bizim akademikimiz var. Nuri müəllim. Demək, siz hamınız bilirsiniz, Nuri müəllim gözünün nurunu, elmidəsini elmin üstə tökə-tökə gəlmiş. Əzilə, döyə-döyə gəlmiş məqamatına. Ona görə bu cəmaatın bu ad münasibətləri bir daha təbrik sizə çatdıran və təklif var ki, siz də ürək sözlərinizi dəyərsiz məclis üçün Allahın köməyindən sonra görək nə var. Yaxşılar, buradan da yəqin, buradan da eşidilir də. Çox sağ olun, təşəkkür edirəm. Çox gözəl bir məclis təşkil edirsiniz. Bu ilin yayı idi. Biraz Respublikadan kənardaydım. Bizim uşaqlar, zamanlar bilirsiniz, internetle çok oynayırlar, edirlər. Bana dediler ki, Atabəs, bak sen çok təriflədiyin bizim kətçi aşığı bir prezident tərəfindən belə bir ad verilirdi. Ben de götürdüm, sen eləmdəmsə Şahin müəllimdən gəlirdim. Dedim, Şahin müəllim, belə bir şey var, eşitmişsən? Dedi, hə, eşitmişəm, nə gözəl. İstədim bir Fəthullahı, hemen oradan da arayan, bize telefonu da var, nömrəsi de var mənə. Dedim, yox, bu biraz xırda olan. Benim ülkeye dönəndə bir təbrikimi başqa göstərdilərə. Bizim tanış jurnalistlərdən birine de xahiş elədim ki, bir məqalə yazsam, qəzetində çıxardarsan, dedi, çıxardaraq. Dedik ki, tək olmasın, Abbas'a da müraciət elədim və bir-iki nəfər digər yoldaşlara da müraciət elədim. Yazdım, ondan sonra heç Fəthullahın üzünü görməmişəm açıkçası. Bugün görürəm, çok sevindim. Güzel bir hadisədir. Bugünkü günün iki böyük cəhəti var. Biri bizim elimizin ağsaqqalı, Göyçə mahalının, Azərbaycanın, ölkəmizin ən məşhur aşıqlarından biri Fəthullahın uğurunu təbrik eləməkdir. İkincisi də bizim görürəm ki, artıq kəndimizin, Nərmanlı kəndinin dünənə qədər belə deyim, hamısı gəncləri sayılan bugün artıq əksəriyyəti ağsaqqalı olan insanların bir araya gəlməsidir, toplaşmasıdır. Buna görə də çox sevinirik və bu münasibətlə də mən bunu təşkil edənlərin hamısına öz təşəkkürümü bildirmək istəyirəm. Aşıq Fəthullahın həm məşhur aşıq olması, həm də prezident tərəfindən təltif olunması belə deyim, bir təsadüfi bir deyil. Birincisi ona görə ki, Aşıq Fətullah elə bir eldə, obada boya başa çatıb ki, o eldən, obadan Miskin Abdal kimi, Aşıq Ələsgər kimi haqq aşıqları yetişir. Bugünkü
aşıq sənətinin ən böyük zirvəsi Aşıq Ələsgər yetişib. İkincisi, Fəthullahın böyüyüb boya başa çatdığı kənd də, Nərmanlı kəndi də kiçik kənd deyil idi. Həm bir ziyalılar yetişdirən kənd idi, həm də elmə, sənətə böyük dəyər verən bir kənd idi. Fəthullah elə bir kənddə böyüdü və yetişdi və ilk dərsini də elə öz kəndimizdən sonra digər ustadlardan aldı. Üçüncüsü, Fəthullahın özünün genində də bir aşıqlıq vardı. Atası rəhmətli Əbdüləzim dayının özünün də çox gözəl saz çalması və çox gözəl oxuması var idi. Məsələn, mən hələ uşaq vaxtından yadımda gəlirdi. Əbdüləzim əmi köhnə Naxçıvanı çox klassik şəkildə oxuyardı, özü də gür səslə oxuyardı. Fəthullahın oradan gəlmə də bir tərəfi var və üçüncü Fəthullahın özünü yetişdirə bildi. Həm o böyük məclislərdə iştirak edərək, ustadlardan dərs alaraq, bir də təhsil alaraq, ali təhsil alaraq. Biz bilirsiniz, Nərmanlının önəmli bir insana dəyər verəcəyi göstəricilərdən biri ali təhsil idi. Ali təhsil olmayanın belə mükəmməl olmasını qəbul edilməzdilər. Fəthullahın ali təhsil alması aşıqlığının üstünə böyük bir pillə də əlavə elədi. Və bugünkü gündə də ölkəmizdə həm Aşıqlar Birliyi olsun, Abbas bayaq söylədi, həm də prezidentimiz olsun, Aşıq Fəthullahın bu böyük əməyini yüksək səviyyədə qiymətləndirdi. Fəthullah bizə eyni zamanda tək Nərmanlı kəndinin aşığı kimi bir aşıq kimi fəaliyyət göstərmədi. Fəthullah Azərbaycan aşıq sənətində öz ifa tərzinlə bir cığır açdı, bir yol açdı. Biraz öncə bizim aşığımızın da, Aşıq Səlimin də, Səlim doğru mu? Yanlış demədim. Onun da oxu stilində bir Aşıq Fəthullahın bir stilini görürük. Onun manevrlərini görürük, səs tonunu görürük. Ben hala bugün burada olan bir daha çok ve diğer okuyanlarda da gördük. Bayağı o Göyçe kızımız da Sarteli okuyanda eyni stille okudu. Ve benim düşüncemde uşaqlıq yaddaşımda belə bir şey qalıbdır. Biz bütün toylarımız, Nərmanlı kəndinin toyları, yəqin burada oturan hamı, burada mən çox hamı demək olar ki, aramızda 3-5 yaş fərqi var. Hamı Nərmanlıda böyük ehtimalla Fəthullahın apardığı toyda olubdur. Fəthullahın oxuduğu mahnılarının ən azından birini bilirlər. Bizim də yadımızda həm o toylarda oxuyan mahnılar qalıb, həm də radyomuzun Qızıl Fondunda olan bir neçə mahnısı qalıb. Ben belə yadımda var. Sarteli zildə Aşıq Fəthullah oxuyurdu. Bilirsiniz, Sartel bugün çox oxunur, çox yayılıbdır. Hər kəs tərəfindən, hər müğənnilər tərəfindən də, hər bir aşıqlar tərəfindən də oxuyur. Amma Sartelin özünə məxsus bir şəkildə zilini Aşıq Fəthullah oxuyub, bəmli də Aşıq Müseyev oxuyub. Çox doğru. Qəhrəmanı havasının bugünə qədər Fəthullahdan sonra ifaçısı yoxdur. Qəhrəmanı havasını Fəthullah səni belə deyim, hələ yamsılayan da yoxdur. İnşallah yetişər. Belə gənclərimiz, bax arxadan görürsünüz, belə gənclərimiz yetişir. Nə güzel. Fəthullah haqqında ben bundan sonra da saatlarla da danışa bilərəm və burada oturan hər biriniz də ayağa qalxar, en az yarım saat danışa bilərsiniz. Elə bir toyda olan bir epizodu danışsanız xeyli vaxt aparar. Fəthullah, sənə birinci növbədə can sağlığı arzu edirəm. Sənin boya başa çatdığın, səni yetişdirən o ela, o boya bir təşəkkür borcumuz var. Düzdür, fiziki olarak olmasa da, mövcud olmasa da o el-oba bugün mənavi olarak var, mövcuddur. Onlara da təşəkkür borcumuz var. Sənin əməyini, sənin fəaliyyətini dəyərləndirən prezidentimizə də bizim təşəkkür borcumuz var.
bugün sənin bu tədbirini təşkil edən gənclər bizi mən heç bilmirəm kimdir. Ben bu təşkilatı işte olmamışam. Yəqin var, kimsə də yəqin çıxış eləyər, söyləyərlər. Onlara da çox təşəkkür edirəm. Bütün Nərmanlı kəndinə təşəkkür edirəm ki, bizim el ağsaqqalımızı, el sənətkarımızı Azərbaycan aşıq sənətində öz dəstəkçisi olan Aşıq Fəthullaha dəyər verirlər. Hamınıza təşəkkür edirəm. Uçay kartal yoktu sana kadar. Uçay kartal yoktu sana kadar. Kendini ellerden bir hemen Şeylere göçen baştan ayağa. Şeylere göçen baştan ayağa. Ölüm gözlerimle gör hemen Allah rahmet eylesin Hüsnü Müəllimin şeirlər. Amandı ay eller aman göçəliyə toxunma. Hal əhvalı olur yaman göçəliyə toxunma. Qış borana elə düşür. Qərib qürbət elə düşür. Qızdırmadan çölə düşür göçəliyə toxunma. Görən bilir göçə nədir? Torpağı ləl zındanədir. Söz mülkündə bir dənədir, göçəliyə toxunur. Hər adamın öz məktəbi, sinəsində söz məktəbi. Qaynar, daşar, coşar, təbi, göçəliyə toxunur. Kişiləri qeyrətlidir, arvadları ismətlidir. Sürfələri qiymətlidir, göçəliyə toxunur. Orada sözü tutulmuyor. Harayına çatılmıyor. Qürbətə azatılmıyor, göçəliyə toxunmur. Hey yıxsın ya da pənah gətirməyir. Mənliyini itirməyir. Təhnəli söz götürməyir. Göçəliyə toxunmur. Gah dağ görür, gah da aran, keçiribdir neçə hicran. Siz Peyğəmbər, İmam, Quran, göçəliyə toxunmur. Deyim sözün müxtəsəri, alı, bir də Ələsgəri. Eşitməsin bəd xəbəri göçəliyə toxunmur. Hüsnü müəllim, özümüz gedib gələnməzdik, qardaşım. Hamza salam. Neyləməlidir? Gedirəsi yol yox. Mən 103 yazmışdım o vaxtı. 88-dən bağlanıb o görüşə gedən yollar. Sinəmi yaman dağlayıb o görüşə gedən yollar. Qərib bir duruma ötər, gedib ağırlıqdan keçər. Gəlib məzrələrdən su içər, o görüşə gedən yollar. Nərmanlıdan Kəndəqərə, Gənnət olur o dağlara, Fəthullahı salıb dərdə o görüşə gedən yollar. Neynəməlidir? Getməyə icazəmiz yox idi. Kimə müraciət eləməliyik? Kimə? Uçey qartal, sana yoxdur qadağa. Get ana vətəndən bir xəbər. Seyr elə görkəni sən başdan başa. Sən Allah gözündən nə görsən, gör xəbər. Dedi və Ələsgər də təsvir.
müqəddəs ocaqlarımız da yaşıl qalıb. Bunlara. Tarixi zamanadan şikayət edirlər. Gözünlə nə görsən, bütün ocaqlarımızı ziyarət edirlər. Ürümlü daşqətdəki xəbərdə. Nə bilirsən fikrini təhmirən? Gecələr gəlirsən yuxuma görsən. Şirin yuxusundan pay alanların hamıdan çox payına görsən. Dünyanın gözü göy gölü görsən. Dərdin çox böyükdür, gəl mənimlə kəs. Qoy basın bağrıma körpə falan gətirim ətrinə qarşı. Zamana bəd gəldi, dəyişdi devran. Bax millətin qucağından dağılıb taban. Sənə qəmlin inəğinə yaraşmıyla oxuma, oxuma, oxuma Göyçək. O elin obanın fəraqındayam. Atamın məzarı sorağındayam. Olan günlərinə xəbər gəlir. Allah dünyadan köçənlərimizin hamısına rəhmət eləsin. O günlərdən də Bəhman kişiyə, Yusuf müəllimə sizə can sağlığı. Allah xudadan dələt. Gör mənim vallah 15 yaşındayam. Biraz bu girip yazık rahmetlik Kadoy derdik işte bir burnum olanatan eşeneğin olaydı. Hem de girip hem de buralarına biraz tercihim yukarı kalp olur bir derman verir. O dem biraz yakınladı. Akademik. Ben hazır değil hazır ona göre alıp düşürsün. Hala bir şey de söyleyeyim. Hele niye ki sen ocağa paracaksın? Evet. Sen bir ocağa para.
dayanmayın, durun bir-birinə şeylərinizdir. Nuru müəllim də deyir, o deyilənlər hansı düşdü, kasetdə qalır tarixlə, gələcəkdən sonra da maraqlıdır. Hərənin köründə bir söz var. Şimdi burada nə təmadan? Mikrofon da gəlməz, görsə də mağaradan bir-biri başa çıxar. Tam cibimdən də bir krişka çıxartdı, deyirdi ki, prezident bana medal verir, deyirdi billər. Açdım krişkasını da üzünün öptüm, arasında da pul koydum, dedim falan Allah mübarək eləsin. Geldi yani oradan çıktı, geldi Çorolu kardeşimizin yanına, dedik ki aşıqda gelmişti, şəkil də çəkdirdik, internete de koyduk. Dedik belə bir məsələ, Çorolu dedi gel onu qeyd edəyək. Belə şeylərdə də ümumiyyətcə bu təhsil məsələsi zaten ortaya da gələndə, bunu mən səmimi qəlbdən deyirəm. Məni hamınızda yaqin ki, düzgün başa düşürsünüz. Belə şeydə Çorolunun xüsusi bir xarakteri var ki, orta ki, yəni bu olsun, bizimki olsun, yaxşı olsun, nəl ortasısın. Gördük ki, Namıqə zəng elədi, Namıq da gəldi. Qararlaşlar olsun, düzüldü, qoşuldu, böyle gəldi təsadüfləri. Amma buradakı mahiyyətlərdən ibarətdir. Eldir, Nərimanlı təkcə buradakılar ibarət deyil ki. Amma hamının xeyrinə, İraq şəhərdən, hamının məclisinə, kimlər can atır, kimlər can yananlıqla, kimlər belə səmimi qəlbdən, ürək ateşi geçsin, orada iştirak eləsin. Bax, böyükü qaymaqlar odur. Burada olmayanların Allah canını sağlamat eləsin hapsını. Hamısı bizim kətçimizdir. Elə ildə bir... Hə, kim? Şahlar? Deyir də hamısı desini qoydum, mən də gördüm. Adama da yoxdur. Bilirsən, bunun da bir mahiyyə, həm Aşıq Fəthullahın işığına yığılmışdır, həm də cəmaat bir-birə yığılsın, aralaşmasın, hamı bir-birinə kömək olsun, hamı bir-birinin halı olsun, xəbəri olsun. Allah haqqı, hamı bir-birinin nazilətinə düz gəlməz ki, hamı bir-bir... Desin, hamı desin qoydum, ne olur? Ay sağ ol. Sen onun vəzifəsini düzləyənməz. Uşaqları. Fəthullah, Oğru cəmiyyəti. bugün həqiqət gözəl gündür. Yəni təsəbbüs oldu ki, bu Fəthullaha verilən bu ad tək Fəthullaha verilən bir ad olmadı. Bu Ələsgər ruhuna, Miskin Abdal ruhuna, yəni hörmətli prezidentimiz tərəfindən verilən bir dəyər oldu, qiymət oldu. Bunu da ancaq bugün bu Baleyli Fəthullah yaxasının asmalıydı. Görsəmizin fəthli yaxasından asmalıydı. O sənin səsinə verilən bir dəyərdir. Fəthullahın zəngiləsinə verilən bir dəyərdir. Və Fəthullahın bu gündə gəl yanıma, gəl Fəthullah, gəl bura. Haydi Fəthullah sen aşık diğer hazırlanmışsan neyse. Bugün təbii ki, Fəthullah işığına yığışmışıq. Bugün Fəthullah sevərlərdir. Təbii ki, Nərimanların hamısı burada iştirak etmək istəyərdi. Ancaq ki, elə oldu ki, bugün bura dəvət olundu ki, yəni heç olmasa bir qısa da olsa Fəthullahın yığcam da olsa ona deyək ki, Allah səni var eləsin. Səsini var eləsin, canını sağ eləsin. Həm də ki, 25'i bugün istirahat günü demək olar ki, ilimizin 2016-cı ilin 6-cı istirahat günüdür. Qarşıdan yeni ilimiz gəlir. Dünya Azərbaycanların həmrəyliyi günü gəlir. Bizə də həmrəy olmağımız önemlidir. Nəyə görə önemlidir ki? Çünki biz yurt yuva itirmişik. Bu yurt yuvanın timsalında biz bir olmalıyıq. Biz bir yerde olmalıyıq ki, nə vaxtsa çalışan ki, o yurda dönə biləyik. O yurdun təsvirini çəkə biləyik. O yurdun qayğısına dura biləyik. Fəthullah, Allah sənin canını sağ eləsin. Bugün adam çox söz demək istərdi. Nədəsən ki, ilk sözünə başlayanda gözlərin doldu, hamımızı görətdin, hamımızı qəmlətdin. Allah var eləsin səni. Hamımızın da qarşıdan gələn yenilimiz təbrik olsun, təbrik edirəm, Allah'ımızı var eləsin. Həmrəy olanın bir olanın.
sazın odunla. O tutmuşam kül olunca değmeyin. Fəthullahın zəngüləsi beşikdə, siz Allah yırğalasın yırğalanım değmeyin. Deyim çalsın aşıq niyə ləngidir? Darıxmışam lap nəfəsim təngidir. Koroğludur, dilgəmidir, cəngidir, ruh rəvanım, cismi canım değmeyin. Allah 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 kökəyənəyə yaman yadır. Aşk Fəthullah'ın Göyşe yine yanıman yadıma dolanar kalbimde haralar. Heyfelden yetti sazlı yırnaklar dağlayıp sinanıp aralar. Analarımız gözlerinden yaş düşer. Kalan mezarlara kimler baş düşer. Terifseyer alı el-asker ısınık kalbini aralar. Yuxsuzma gölkə deyəm şaşa. Kimə qaldı ki, sıraxan qulaqları özləməklə? Ağlamaqdan gözlərim qaralar.
biraz sakit durun. Ben ola. Elinde gülündün ortadan ende sabrin olsun. Sözlerine serhef saklardın ende sabrin olsun. Sağ ol Raşit. Sağ ol. Təhkür olun sənin atarım bana. Tərəkkibin köylərinin ende sabrin olsun. Bu dünya gör götürdü, talihinden küsmeser. Dağlara bayır, hem dumandı, hem çiskindi, hem de çer. Yanadan yana kesin, yana merdin elinden. Ocağına su sepilerse, sönende sabır olsun. Elin ana torpaqdan soğuk dünyanı. Kaldırmakta, yendirmekte. Aman kaldırmakta, yendirmekte. Kanunu dünyanı. Aman kaldırmakta, yendirmekte kanunu dünyanı. Oğlun kuşu göyden yere, düşen de sabrım olsun. Aman aman. Bugün biz bir arzunun, bir isteğin içindeyiz. Bugün elimizin, obamızın, şifahi halk edebiyatımızın mahir bilicisi, aşık sənətimizin yaradıcısı, azman sənətkarımız Aşıq Fəthullahın ad almaq münasibətindən toplanmışıq. Mən hamınızı səmimi salamlayır, hamınızı bütün ərmanları köksümə sıxır. Ağsaqqalımız Noruz dayıya dünyalar qədər can sağlığı arzulayır və hər birinizə gözəl günlər, xoşbəxt günlər arzulayır. Bugün həqiqətən də gözəl bir gün. Və bu məclisi təşkil edən təşkilatçılarımızın, Hacı Abbasın, Köroğlu qardaşımıza dərin təşəkkür edirəm. Və mən belə təklif edirəm ki, bax, belə gözəl günlərimiz heç olmasa 3 aydan bir, hər ilin 4 rübündə bir dəfə təşkil olunur.
Bu bizim genç nəslimizə Göyçəmizin tarixini, ənənəsini, adətini çatdırmaq üçün böyük bir fürsətdir. Mən fürsətdən istifadə edib demək istəyirəm ki, mən bu yaxınada bir toydaydım. Orada gözəl bir söz mənim möhkəm tutub kövrətdi. Qılman müəllim yəqin ki, bilər aşağı sorcuda bir qəşən kişi var idi. O vaxtı lafet sürürdü. Zakir müəllim var idi, köhnə polisçisidir, idarə rəisdə olub. O durdu bir çıxış elədi, dedi ki, bizim hamımızı qəşən kişinin lafetindən tutub sürünə-sürünə böyüdüyümüz günlər gətirib, bu ərsəyə çatdırıb. Biz də Aşıq Fətullahın bax o zəngüləsindən, o səsinin ahəngindən, o sazının gözəl simlərinin təsirindən böyümüşük. Və bir daha Aşıq Fətullah sizlərə təşəkkür edirəm, sizlərə təbrik edirəm və arz edirəm ki, Allah Teala sizə nə qədər ürəyinizdə, qismətinizdə ömür var, onu bəxş eləsin və bütün Göyçəmizin, elimizin, obamızın hamısının evində, ocağında şadlıqlar olsun. Bütün nərmanların qarşısında baş əyib, hamımıza can sağlığı arzulayıram. Gecələr yuxumda, gündüz xəyalda, hey səni düşünüb anıram Göyçəm. Ağarmış saçlarımı bu qeyri qalda görəndə alışıb yanıram Göyçəm. O ağır illərin yox oldu getdi, toy düğünlü günlərin çox oldu getdi. Ruhlar da perikdi, məzar da itdi, babalar gidibdi, qanıram Göyçəm. Köşkünəm, nəsbim olubdu qəhər, söndü dünyamızdan parlaq bir ülkər. Ah çəksəm Göyçə gölü, vulkan üskürər, hələ ki sükutlarda dalıram Göyçəm. Aya nə baxırsan, o Göyçənin düzüdür, gözəllikdə bu dünyanın gözüdür. Bir səs gəlir, o Aşıq Fətullahın səsidir, onun səsi ürəklərdə bəslənir. Göyçənin oğlanları dünyalardan səslənir. Eşq olsun. Ay derdim, anam ay derdim, anam ay derdim.
O diyor ki günde haftada 3 defa olar, 3 defa Fethullah Gülen. Bu ilde bir defa olup onu da teşkil edenlerin Allah ölenlerine rahmet, kalanlarına can sağlığı versin. Çok teşekkür ederim. Ona göre karşı edelim sakit olalım. Bilirsiniz yeri, içeri ama Fethullah'ı dinlemeye gelmişiz. Ona göre hamımızda karşı. Söz demeye kalsa, benim demek istediğim sözü böyle eşyaretim, sözümüzü Nuru Məlim dedi. Ve benden evvel Namik de dedi. Bilirsin ne derdi? Rahmanlı bir şehir vardı, der ki, azameti duymaz, yukarı bilmez, ne kıymet verecek naşıdanlara. Kabil şair der ki, sağlığında kıymet verin insanlara. Şimdi Allah'a çok şükür Fethullah bu insandır. Ve o azamete, o azamete kıymet veren de strukturlar tapıldı, sağ olsunlar. Ben sözün doğrusu Fethullah Aliyeva daha doğrusu. Bu şerefi gören, yani bu adı layık gören. Ben hesap edirəm ki, bu Medeniyet Nazirliğine gelir. Orada teşekkür edirəm. Birinin qapısını daşmamışam, tanışda deyiləm, heç kimə də yatağı nöqteyi nəzərindən demirəm. Amma çoktan gözlediğim bir istirab idi. Bir həsrət idi ki, Fethullah'a niye ad verilmiyor? Allah'a şükür, verildi. Onu imzalayan prezident idi. Ona da teşekkür ederim. Yine tekrar ederim. Yapıcı belə deyək, yapıcı kimi demirəm bunu. Ama sen mi deyirəm bunu? Çünkü gözlediğim şeydi. Biz Fethullah hayatımızda elə bir iz bırakır ki. Təsəvvür eləyin ki, bizim belə zümzüməmiz də Fethullah'ı oxşatmaq istəyir. Hamı. Böyüdük bizi zümzüməsinlə, səsinlə. Mənim içimdə belə bir standart var. Hər hansı bir aşığı dinləyəndə Fethullah'la müqayisə edirəm. Uyğun gələn yerdə aşığı sevirəm. Bak o balaca kız vardı orada. O bilmem kim ne? Gülşen Ömür'ün nevesi rahmet diyorum. Ha, halal olsun. Bak Fethullah'ın gayeler var onda, sevdim onu. Yani sesine kadar gür olsun, ne kadar güzel olsun. Ben şahsen bütün aşklar Fethullah'la mukayese etmişim. Fethullah Aliyev Azerbaycan ince sanatında, Azerbaycan aşık sanatında elə iz bırakır ki, onun dalınca gitmek mümkün değil. Yine tekrar ederim, tekrar olmasın. Bak Nuru Məlim dedi, baş sarfiyel Fethullah'ın adına bağlıdır. Qəhrəmanı, çox adına deyirlər, Göyçə qəhrəmanı soxur. Yəni Fethullah kimi. Bak o qəhrəmanı onun adına bağlıdır. Hörmətli cəmaatımız. Düz deyirlər, burada çox az kısmımız iştirak eləmişik. Hamınıza belə bir gözəl gündür, əziz gündür bu gün. Mən hesab edirəm ki, benim belə deyim də 30 ildə gördüğüm birinci gözəl gündür. Nəyə? Kendimizi görürəm, cemaatimizi görürəm, hətta Balamançı ilə aşığın gəldiyini görürəm, kendimizin mağar toyu yapmak istiyorum. Ama çok xahiş edirəm də, mağar toyu olsa belə, Fethullah'ı dinlemeye gelmişik. Ona da kulak asaq. Fethullah, Allah sana ses verir. Hakim Akademik baştan dedi, genetikasında izah elədi, ama veren Allah'tır. Allah güzel ses verir. Allah güzel hafize verir. Benim artık 53-54 yaşım var, çözüm de bilim ne kadardı. Ama zamanımda bildiğim şeylerden 3'ünü 4'ünü de ezber diyebilirim. Allah'a şükür sen bunların hamısını yerine değilsen. Bir de şeyden karşım var senden, bugünkü meclis için. 1. Qəhrəman oxuyarsa. 2. O kətdələdiyi zarafatlardan biraz elə. Qoy elə bilək ki, elə doğrudan kəndə qayıtmışım. Bu məclisi açanların hamısına təşəkkür edirəm. Bu zəhmət çəkənlərin hamısına təşəkkür edirəm. Bu mənim görmədiyim bir yuxuydu, bu günlər gəldim gördüm. Onu da siz bəxş elədiniz. Allah sizə kömür olsun. Sağ olun.